Ses var, görüntü yox. Televizordakı problem. Baxın, ses var, görüntü yoxdur. Kanal dəyişirəm. Başqa kanallara. Yəni ses var, görüntü yoxdur. Yəni problem ses var, yenə deyirəm, görüntü yoxdur. Problem ondadır ki, arxasında olan LED lampalar böyük ehtimal sıradan çıxıb. Ona görə də yəni faktiki bu dəqiqə görüntü var. Biz sadəcə görə bilmirik. Çünki lampa yanmır deyə biz o ekranı görə bilmirik. Sökəcəm, çalışacağam ki, düzəldim. Düzəldəndən sonra da inşallah yenidən video çəkəcəm. Və xod da verirəm, gördüyünüz kimi ses var. Görüntü yoxdur. Qarın ağrısı tutur. Nuş paportu seçici təsir göstərərək qarın ağrısına Televizoru açmışam. Gördüyünüz kimi. Yəni video qısa olsun deyə tam hamısını çəkmirəm. Əsas vacib olan hissələri çəkirəm. Deməli buradan bunu kənara qoyum. Gördüyünüz kimi lampalardır. LED lampalar. LED lampalardır. Təxmin elədiyim kimi lampalar biri və ya bir neçəsi sıradan çıxıb. Onu da qeyd edim ki, burada diqqətli olmanız, yəni lazım olan vacib məsələlərdən biri ekrandır. Baxın, ekranda buradadır, sökmüşəm. Diqqətli olmaq lazımdır ki, ekran qırılmasın, çox həssasdır. Əsas yəni burada gözləmək, maksimum ehtiyatlı olmaq lazımdır ekranda qırılmasın. Yəni mən çalışacağım ki, bu videoda belə deyək də ustaya getmədən, bu bahalı bir şeydir. Həmçinin bahalı dedikdə, yəni bu lampalar həm Azərbaycanda tapılmır, sifarişlə gəlməlidir. Olan da ki, istər-istəməz baha olur, usta da baha düzəldir. Yaxşı olar ki, təzəliyib yenisini qoyasınız, yəni yenisi ilə əvəz eləyəsiniz. Amma indi yəni yenisi olmadıqda məcburiyyətdən, yəni belə deyək də, həminkin o köhnənin yanan hissələrini bərpa eləmək və yaxud onları ləğv eləmək. Burada yəni fizikadan bildiyimiz kimi naqillərin ardıcıl və paralel birləşdirilməsidir. Yəni burada lampalar paralel yox, ardıcıl olaraq birləşdirildiyinə görə biri sıradan çıxdıqdan sonra avtomatik digərlərin heç biri işləmir. Yəni çünki ardıcıl olaraq birləşdirilib. Əslində burada yəni voltajı təyin eləmək üçün cihaz lazımdır. Elə bir cihaz da məndə yoxdur. Yəni bu lampalara gələn voltajı və yaxud yüksək, misal üçün 48 volt, 80 volt. Yəni o voltajı məndə elə bir cihaz olmadığına görə məcburam ki, bunları bir-bir adi adapterlə, telefon adapteri ilə, yəni 5 voltluq. Çünki əldə elə bir cihaz olmadığına görə, misal atverk ilə, yəni bu hissə, bu qopur. Baxın, bu hissələr qopur. Burada gördüyünüz kimi, bilmirəm görə bilirsiniz yoxsa yox. Daha yaxından çalışacağam çəkim ki, aydın görə biləsiniz. Yəni bu hissə, bu işıqdır. Biz onun sağ-sol küncündən enerjini verəcək, yəni başqa çarə yoxdur. Bir-bir yoxlamaq. Hansı işləyirsə, yəni görəcək ki, işıq yanır, hansı işləmirsə yanmır. Yoxlayıram indi. Baxın, görürsünüz, bu yanır. Demək ki, bu işləyir. Mən indi qeyd etdiyim kimi vaxt çox getməsin deyə burada digər biri isə yanmırdı. Yəni belə deyək də, bu sıra üzrə, yəni bunun üstü asanlıqla qopur. Bu bir dənə, bu yanmır. Daha doğrusu üst, yəni listdən bu biri yanmır, aşağıda da biri yanmır. Mən bunu belə deyək də üzərini qopartmışam. Bunu yəni istilədib də eləmək olar. Üstünü belə atverka ilə və yaxud sərt, yəni nə ilənsə vurduqda atverkanın ucu ilə ya bıçaqla beləcə qopur. Onu qoparıb, yaxşı olar ki, lehimləyəsiniz.
Yəni demədə lehim aləti də olmadığına görə elə onun üstünü belə deyək də bu hissəni, baxın bu hissəni bilmirəm nə dərəcədə aydın görə bilirsiniz. Baxın bu işlək olan idi, bu işlək olmayandı. Yəni bunun belə bu hissəsini qopartmışam və yaxud istilədib də eləyə bilərsiniz. Belə bir hal yaranır. Bunun üstünü birləşdirirsiniz ki, digər o birlərə də yəni enerji getsin, birləşsin. Onu lehimlə də eləyə bilərsiniz. Mən beləcə bunun üstünü sərt şəkildə, lap da çox sərt yox, sərt şəkildə sağa sola çəkirəm. Bu ara dolur, belə deyək də əlaqə bərpa olunur. Bunu sərt şəkildə, tam da sərt olmasa da, sərt şəkildə atverka ilə basırıq və üstü birləşir. Yəni biri buradadır, bir digəri isə burada sıradan çıxıb. Yəni bunları mən birləşdirirəm. Video yenə dediyim qeyd etdiyim kimi uzun olmasın deyə mən burada birləşdirib yenidən davam edəcəm. Zor yığmışam. Açaq. Baxın gördüyünüz kimi indidən ekran işıqlandı. Göstərir. Gördüyünüz kimi kanallar dəyişim. Baxın. Bildirib ki, bütün istiqamətlərdə alovlar Heç bir söndürülür. problem yoxdur, işləyir.